Allahın huzuruna gecə gedəndə oraların səsini alırsan, biraz səs sakitlikdir axı. İndi burada hərədən soruşuq, sən nə işin sahibsən? Biri deyəcək, mən mühəndisəm, biri deyəcək, mən həkiməm, biri deyəcək, jurnalistəm, biri deyəcək, iş adamıyam, biri hərənin bir peşəsi var filan. Deyir, Allah qapısına gedəndə necə ləbbeyk Allahümmə deyib ehram giyinirsən, paltarı atırsan, hər gecə ilə o ləbbeyk Allahümmədir. Bütün rütbələri qoy kənara, nə mən indi bəndə kimliyi ilə gəlmişəm. Buburların səsini batır, içində olan o qeyri-aktiv hissə işə düşsün. Biz o qədər kod vermişik bu üzdə olan istəklərə ki, xəbərimiz yoxdur, dərin qatda nələr var. Bax, mobil telefon var da, mobil telefon. Adam var ki, yaşlı adamlarda adətən olur. Deyirsən ki, bundan nə istifadə edirsən? Yes, no. Başqa bir şey bilmirəm. Ancaq zəng eləyə bilirəm. Və cavan da baxır, deyir, heyf, bilsən nələr var bu telefonda. Hansı aləmlərə səni apara bilər. Sən bundan nə istifadə edirsən? Yes, no. Bir ağıllı adam da deyir ki, hə, bundan nə qədər kitab oxuya bilərdin? Nə qədər məlumat əldə edə bilərdin? Bundan sənin istifadən bu qədər oldu ki, zəng elədin. Ruh da təxminən belə bir şeydir. Sən bundan nə qədər istifadə eləmsən? Heç nə. Dostumu çox istəyirəm, qardaşımı, bacımı, atamı, anamı, uşaqlarımı və salam. Məsələn, bu deyil ruh. Bunu işə sal, gör səni nə qədər funksiyası var. Nə qədər funksiyası var ki, onlar işə düşsə sənə çox fayda gətirə bilər. Fayda gətirə bilər, yoxsa sən onu kəşf edib işə salmaq üçün yaranmısan. Gəldin, sən 5%-ni işlətdin 50 il ömürdə, 70 il ömürdə. Deyirəm də adam var, 70 yaşı var, oturub danışdırırsan, nəticəsi nədə həyatın? Çayı gərək belə içəsən. Yeməyi belə dəmdə, belə saxlayasan, falan eləsin. Demirəm, bunlar da bilsin. Hətta deyirlər bizə ki, 40 yaşlı adam gərək bilsin yeməyinin xeyirlisiniz. Amma 70 ilin nəticəsi müdrik də görkəm alır, sigaret də yandırır, nəsihət edir ki, gərək çayı falan qədər dəmdə, bu qədər istifadə elədi ruhundan, bu qədər bəhrələndi. Amma o qəm, gecə mühiti zəmin yaradır ki, özümüzdən gizli hissə başlayır üzə çıxmağa, aktivləşməyə, işləməyə.